Həyətinizə meyvə ağacı əkmək istəyirsiniz. O zaman bu videoya baxmadan qəti şəkildə ağac alıb əkməyin. Çünki sizə hansı meyvə ağacını alıb həyətinizə əkmək sərfəlidir, hansı isə boşuna vaxt sərfiyatıdır. O barədə danışmaq istəyirəm. Maraqlıdırsa mənimlə qalın, biz başlayaq. Salam bağbanlar və bağ həvəskarları. Artıq mövzunu elan elədim. Hansı meyvə ağaclarınızı həyətə əkmək sizə sərfəli olacaq, hansılar yox. Bu barədə danışacağım. Bu mövzu hardan yarandı? Sosial şəbəkələrin birində sual vermişdilər ki, bir xanım sual vermişdi ki, bəs yeni həyət salmaq istəyirəm, bu sahədə heç bir məlumatım, təcrübəm yoxdur, bəs mənə nə tövsiyə eləyərsiniz? İndi qərara gəldim ki, sizin üçün video çəkim. Deməli, həyətinizə hansı ağacları əkmək sərfəlidir. Əgər mən yenidən bağ salsaydım, indi adlarını deyəcəyim ağacları öz həyətimə əkərdim və adlarını sadaladığım ağacları əkməzdim. Səbəbini də deyəcəm niyə. Başlayaq, hansı ağacları əkərdim. Birincisi alça ağacı. Xüsusilə də göyçə alçası. Çünki qiyməti mövsümündə çox baha olur. Alçanı hər kəs sevir. Hər kəs istəyir, hər kəs də alır. Amma qiyməti fantastik qiymətlər olur. Qışdakı qiymətlərini deməyəcəm, yaydakı qiyməti başlayır 14 manatdan, düşür 7 manata qədər. Ona görə də həyətinizdə mütləq şəkildə bir dənə də olsa alça ağacı olmalıdır. Abşeronda da bitir. İstər qumsallığı olsun, qumdur, istər sarıgilli torpaq olsun, bitir. Birinci ağac oldu, alça ağacı. İkinci ağacı, yenə də qiyməti düşməyən, çox baha olan meyvələrdən biri. Ən aşağı qiymət mənim bu yay aldığım qiymət olub 4 manat. O da hansı ağacdır? Ərik. Qiyməti düşmür, hədsiz bahalıdır. Abşeronda da çox gözəl də bitir. Yenə də qumsal və yaxud da ki, gilli torpaq olsun, heç bir fərqi yoxdur. Abşeronda gözəl bitir. Həyətinizdə heç olmasa bir dənə də olsa ərik ağacı əkin. Növbəti ağaca keçək. Bu növbəti ağac deyil, bu ağaclardır. Hansıdır bu? Gilas ağacı. İstər ağ gilas olsun, istər şampan gilas olsun, öküz ürəyi olsun. Bu növdən, bu sortdan olan ağacların əkməyinizi tövsiyə edirəm. Çünki minimum bu il onların qiyməti 7 manat idi. 14 manatdan, 17 manatdan, 20 manatdan danışmıram. Hədsiz bahalı meyvədir. Hər kəs də onu sevir. Ağ gilasın mürəbbəsini hər kəs sevir. Gilasın özünü, ətli. İndinin özündə də hətta kifayət qədər baha qiymətə də satırlar. Baxmayaraq ki, artıq mövsümü deyil. Növbəti ağac, deməli mən sizə dedim, birinci alça, ikincisi ərik, üçüncüsü gilas, dördüncü ağac, hansı ki sizdə həyətinizdə əkməyə tövsiyə edirəm, qiyməti də düşmür. Bu armud ağacıdır. İstənilən növü. Qiyməti düşmür. Çox bahalı olur. Armudu çox adam da sevir. Mən ən sevdiyim meyvələrdən birincisi armuddur. Bütün mövsüm boyu və yaxud da fəsil boyu daima armud alıram. Qışda da armud alıram. Çox sevdiyim bir meyvədir. Özüm də əkmişəm. Sadəcə olaraq biraz gec əkmişəm. Bu sadaladığım ağaclar ki var, alça olsun, ərik olsun, gilas olsun, armud olsun, armud yox, digər o birisi 3 ağac. Bunlar bir balaca sizdən diqqət tələb eləyəcəklər. Əriklə gilasın ömrü uzun müddət olmadığı üçün həyətinizdə əkəndə ikisini əkin və bir neçə il intervalla əkin. Bu sadaladığım ağacları niyə sizə əkməyə tövsiyə edirəm? Əgər həyətiniz balacadırsa, nə əkməyə fikirləşirsinizsə, sevdiyiniz meyvələri
uşağınızın sevdiyi meyvələri əkməyinizə tövsiyə edirəm. Çünki bunlar bahalı meyvələrdir. Mən bu illəri öz həyətimdən kifayət qədər ərik yığdım, yedim və alırdım da. Amma gilas olsun həyətimdə yoxumdur. Suyum yoxdur deyə əkmirəm. Suyum olsaydı əkərdim. Bəs hansı ağacları əkməyi tövsiyə eləmirəm? Qiyməti ucuz olan ağaclar. Bu videoda söhbət bilirsiniz nədən gedir? Sizin balaca həyətiniz var, 2 sot, 3 sot. Ora ağac əkməyə fikirləşirsiniz, istəyirsiniz və fikirləşirsiniz ki, nə ağacı əkim. Bax, həyəti balaca olanlar üçündür bu video. Balaca həyətiniz varsa, alma ağacı, alma zamanı çatır, 3 kilosu 1 manata satırlar. Gavalı, bahalı bir meyvə deyil. Heyva, qurdlu olur, özü qurdlu olur, yapaqları qurdlu olur, tökülür, dadlı deyil. Salyan heyvası, xaric salyan heyvasını çox xoşlayıram. Nar, kilosu 1 manatadır, çox faydalıdır, razıyam. Abşeronda qəşəng bitir, razıyam. Amma kilosu 1 manatadır, yeriniz dardırsa, bu ağaçları əkməyinizi tövsiyə etmirəm. Əncir var. Çox yer tutur. Kökü çox şaxələnir. Ətrafında heç nə bitmir. Qoymur bitməyə. Vedrəsini 5-6 manata satırlar. Kilosunu yox ha. Vedrəsini 5-6 manata satırlar. Əziyyətinə dəyməz. Məndə sadəcə olaraq bu əncirlər var idi deyə əkmişdim. Deməli, sadaladığım ağaclar nəyi əkməyi tövsiyə eləyirəm, qiyməti bahadır deyə, həyətiniz balcadırsa, nəyi tövsiyə etmirəmdən əlavə, həyətinizdə mütləq şəkildə həmişə yaşıl olan ağac və kol da əkin. Ağaclardan həmişə yaşıl bir ağac var, onun meyvəsi də var. Yapon əzgili, muşmula. Qışda çiçəkləyir, çiçəyi gözəldir, ətri ondan da gözəldir. Meyvəsi kifayət qədər bahalı və çox da faydalıdır. Muşmula həyətinizə əkmək qəti şəkildə, qəti yox, yəni muşmulanı həyətinizə əkməyiniz mütləqdir. Var idi məndə. Sadəcə olaraq muşmula küləkli yerləri sevmir. Küləkli yerlərdə yarpaqları quruyur, necə ki məndə qurudu. Açıqlıqdır, küləkdir, yarpaqlarını qurutdu. Muşmula. Sonra həmişə yaşıl iynə yarpaqlılardan hər hansı birini əkin, sevdiyiniz, istər limon ətirli olsun, istər leylandr olsun, istər kremlovski olsun, hər hansı birini əkin ki, qışda həyətinizə gələndə, həyətinizdə gözünüzə sataşan, gözünüzə toxunan yaşıl rəngdə bir ağac olsun. Yoxsa əvvəllər mən əkmirdim, həmişə yaşıl, barsız meyvə, barsız ağac əkmirdim. Çox da səhv eləmişəm. Gərək zamanında əkərdim. Çünki gəlirdim qışda bombolan boş həyət, çılpaq ağaclar. Səhvimi düzəltmişəm. Həmişə yaşıllardan leylandr əkmişəm. Həmişə yaşıllardan çiçəyi olan oleandr əkmişəm. Çoxunuz elə bilirsiniz ki, o zəhərlidir, ona toxunmaq olmaz və s. və ilaxır. Sibrizin ərazisi doludur. Eşitmişsiniz, Sibrizdə kimsə oleandr yeyib, iyiləyib, ölüb, zəhərlənib. Eşitməmişsiniz, eşitməyəcəksiniz də. Ağlı başında olan kim onu yeyir? Heç ağlı başında olmayanlar da, körpü uşaqlar da harada görmüşsünüz ki, yarpaq yesinlər, çiçək yesinlər? Yoxdur. Sonra kollardan rozmarin çox faydalıdır və həmişə yaşıldır. Orada küncdə var, həmişə yaşıl. Hasar kimi düzəldirəm. Əkə bilərsiniz. Siz də əkin. Üzümüzə artıq payız gəlir. Avqustun sonlarıdır. Havadan yəqin ki, görürsünüz. Ağac əkməyin mövsümü, vaxtı əsasən payızdır. Payızda əkilən ağaclar daha irəli düşürlər. Sanki bir il qabağa düşürsünüz. Ağac necə seçilir? Torpaqdan çıxarılan ağac yaxşı sayılır əgər alacaqsınızsa, yoxsa kulokun içində olanlar. Ağac necə əkilir? Ağacın ağacın seçilməsi,
ağacın kök boğazı haqqında məlumat, hansı dərinliyə əkilməlidir, ağac necə əkilir, ağac necə sulanır. Baxın, bu barədə hamısı barədə ətraflı məlumat vermişəm. Bu videonun sonuna əlavə eləyəcəm. Keçid verəcəm o videoya, baxa bilərsiniz. Keçən il elə payız aylarından silsilə videolar çəkdim. O videolardan biri də məhz buna aiddir. Çox uzatmaq istəmirəm. Demək istədiyim fikirlərin hamısını dedim. Siz də öz fikirlərinizi əlavə eləyə bilərsiniz. Hansı ağacı əkməyi siz də istəyirsiniz, siz də məsləhət görürsünüz. Video sizə faydalı oldusa, burada aşağıda bəyən düyməsi var və elə burada aşağıda elə abunə ol da düyməsi var. Məni izləyənlərin böyük əksəriyyəti abunəsiz izləyirlər. Olsun, canı sağ olsun. Bəyənmədinizsə dislike eləyə bilərsiniz və şərhlərinizi də yazmağı unutmayın. İzlədiyiniz üçün təşəkkür edirəm. Çox sağ olun ki, sona qədər baxdınız. Təşəkkürlər.